Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün 18 mart Torpaq çərşənbəsidir. İlaxır çərşənbəmiz hamımıza uğur, səadət və əmin-amanlıq gətirsin inşallah. Bayramınız mübarək olsun, dəyərli izləyicilərim. Nə edirəm bugün? Şəkər bura hazırlayacağam. Bunu necə hazırlayıram? Buyurun, izləyin. İlk öncə nə edirəm? 1 kilo un götürmüşəm və bunu ələkdən keçirdirəm. Qeyd edim ki, bu dəfə istifadə elədiyim un doymaqdandır. Çox gözəl undur, nəticəsi də super alındı. Unumuzu ələkdən keçirtdim və üzərinə 350 qram yağ əlavə etdim. Ərzaqlarımızın miqdarını alt bölümündə yazacağam. İlk öncə unla yağı qarışdırıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Unumuza biraz bismillah üçün duz əlavə etdim. 1 çay qaşığı qədər quru maya əlavə etdim və 1 qap xama əlavə etdim. Bunların hamısını qarışdırıram. Və üzərinə 3 ədəd ağlı sarılı yumurta əlavə etdim. Və biraz da bunun süd əlavə edib xəmirimizi yoğururam. Videomuzu tezləşdirmişəm deyə sizə rahat olsun. Xəmirimiz artıq hazırdır. Gördüyünüz kimi kündələrə ayırıram. Kündələrimizin də hamısını hazırladım və bunları yayıram. Mən kündələrimizin hamısını yayıram. Belə daha rahatdır. Yayıb bunları soyuducuya qoyuram. Çünki xəmirimiz bilirsiniz yağlıdır. İsti otaqda qalanda da yumşalır. İstədiyimiz nəticəni ala bilmirik deyə bunu soyuducuda saxlayıram. Az-az çıxardaraq içərisini doldururam. Dediyim kimi kündələrin hamısını yaydım və bunları kulyaka qoyub soyuducuda saxlayıram. Az-az istifadə edirəm, xəmir yağlı olduğu üçün, mətbəximiz isti olduğu üçün bunu bu formada edirəm, belə daha rahatdır və içərisini bu qaydada doldururam. Qeyd edim ki, içiliyi həm qoz, həm fındıqdır. Mən həmişə belə edirəm, belə daha dadlı olur. Və bunun qıraqlarını da yavaş-yavaş bükürük. Bilirsiniz, şirnili qalan ağzı bükmək olmur. Buna görə də ehtiyatla etmək lazımdır ki, ağzı açılmasın. Və ən çətin anlarından biri qıraqlarını bükmək. Və üzərini bəzəyirəm. Artıq gördüyünüz kimi şəkər buralarımız hazır oldu. Dediyim kimi videonu tezləşdirmişəm. Hamısını uzun-uzadı çəkmədim. Üzərini naxışlayıb tavamıza yığdım və üzərinə daha gözəl görünsün deyə xəmirimizə biraz sarı rəng qatdım. Bununla gül kəsəcəm. Siz bunu sadə formada da edə bilərsiniz. Mən amma bunların üzərinə gül qoyacağam, daha gözəl görünsün deyə. Gülü də yumurtanın ağı ilə yapışdırırıq.
Gördüyünüz kimi 2 dənəsini üst-üstə qoydum. Biri böyük, biri balaca və mıncıq qoydum üzərinə, konfet mıncıq. Daha gözəl görünsün. Bu da bir başqa cürə güldür. Gördüyünüz kimi şəkər buralarımız çiçək açdı. Möhtəşəm görüntüsü oldu. Və bunları bişməyə qoyuram. Artıq gördüyünüz kimi bişdi. Möhtəşəm görüntüsü, möhtəşəm dad oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun. Bayramınız mübarək olsun.